Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir ləzzətli, ağızda əriyən, yumuşaq merenqe və ruletin hazırlanma qaydasını sizlərlə də bölüşürəm. İnşallah siz də hazırlayıb yaxınlarınızı, əzizlərinizi sevindirərsiniz. Keçik hazırlanma qaydasına. Burada bir püf nöqtəsi var ki, yumurta ağı ev temperaturunda olmalıdır və mikser quru olmalıdır. Sonra isə üzərinə 1 çimdik limon duzu və 1 çimdik duz əlavə edirəm. Kim də istəsə 1 xörək qaşığı limon soku da əlavə edə bilər. Sonra isə 250 qram şəkər tozunu az-az mikserə əlavə edirəm. Birbaşa tökmək olmaz xanımlar, yavaş-yavaş tökməliyik ki, mikserin içərisindəki şəkər tozu ərisin. Yumurta ağı 3-4 dəfə artmalıdır. Əl mikseri ilə də hazırlanmaq olar, heç bir problem yoxdur. Budur, mikserin vençikində də göstərirəm. Bax belə bu qaydada bərk olmalı. Sonra isə üzərinə 25 qram kraxmal əlavə etdim. Kraxmal məndə kukuruzludur. Kim də istəsə kartuşka da əlavə edə bilər. Kukuruzla daha yumuşaq olur. Yağlı kağızın üzərinə sərirəm. Silikon kovrikə də sərmək olar. Yağlı kağızın üzərinə eyni bərabərdə çəkirəm. Hər bir tərəfi eyni bərabərdə olanda ruleti burarkən hər bir tərəfi də eyni bərabərdə olur. Odur ki, alçaq hündür olmasa daha gözəl olar. Zövqə görə üzərinə qoz tikələri və yaxud da mendal əlavə etmək olar. Mən mendal tikələri əlavə edirəm. Sonra isə isidilmiş 150 dərəcədə isidilmiş sobada yarım saat boyunca bişirməyə göndərəcəm. Dediyim kimi mən gördüyünüz kimi xanımlar, mən mendal səpirəm. Yəni bu da zövqə görədir, səpməyə də bilərsiniz. İnandırım sizi, dadı çox möhtəşəm olur. Bunları artıq sobadan çıxartdım xanımlar. Sonra isə üzərinə krem əlavə edirəm. Kremi də xanımlar 150 qram qaymaqdır və 150 qram tvorojna sırdır və 20 qram şəkər pudrasıdır. Kim istəsə üzərinə tahin də vura bilər, püst əzməsi də vura bilər. Yəni bu zövqə görədir. Kim də istəsə mən kimi gilə meyvə də əlavə edə bilər. Mən gilə meyvəli sevirəm. Gilə meyvə də məndə konfetidir. Konfeti də 200 qram malina və 50 qram şəkər tozunu qaynatdım. Sonra üzərinə 1 çay qaşığı kraxmal əlavə etdim. Soyuduqdan sonra bax belə tortun ruletin üzərinə çəkirəm. Gördüyünüz qayda ilə ruleti vururam. Sonra 2 saat boyunca soyuducuda saxlayıram. Kənarlarını kəsib, üzərinə yerdə qalan kremlə belə dekor qoyub, sonra isə gilə meyvələrlə bəzəyirəm. Gilə meyvə də yenə dediyim kimi mövsümə dair kimin əlinin altında nə varsa onunla da bəzəyə bilər. Yavaş-yavaş xanımlar bu videonun da axırına gəlib çıxırıq. İnşallah bu videomdan da dəyərlənərsiniz, yararlanarsınız. Yaxınlarınıza, əzizlərinizə belə gözəl şirniyyatlar hazırlayarsınız. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Allaha əmanət olun. İnşallah yeni videolarda görüşənə qədər hələlik dəstəyinizi əsirgəməyin.